Yetkinlik yaşına çatmış əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsinin verilməsinə və müddətinin uzadılmasına görə nə qədər dövlət rüsumu təyin olunub? Yetkinlik yaşına çatmış, əcnəbi və vətəndaşlığı olmayan şəxslərə ölkədə müvəqqəti yaşamaq üçün icazə vəsiqəsi 20 iş günü ərzində verildikdə və ya müddəti uzadıldıqda 3 ayədək 30 manat, 6 ayədək 60 manat, 1 ilədək 120 manat, 1 il 6 ayədək 180 manat, 2 ilədək 240 manat, 2 il 6 ayədək 300 manat, 3 ilədək 360 manat məbləğində dövlət rüsumu nəzərdə tutulmuşdur. Həmin şəxslərə müvafiq yaşama icazəsi vəsiqəsi 15 iş günü ərzində verildikdə və ya müddəti uzadıldıqda isə 3 ayədək 40 manat, 6 ayədək 80 manat, 1 ilədək 160 manat, 1 il 6 ayədək 240 manat, 2 ilədək 320 manat, 2 il 6 ayədək 400 manat, 3 ilədək 480 manat məbləğində dövlət rüsumu tətbiq olunur. Qeyd edək ki, itirilmiş müvəqqəti yaşama icazəsi vəsiqəsinin yenidən verilməsinə görə dövlət rüsumu 20 manat məbləğində müəyyən olunub.